Bu günlər biz Qubanın Xanagah kəndindeyiz. Gözəl mənzərələr var. Ekstremal yerlər var. Ölmüşəm konkret. Gəzməkdən gözlərim çıxır. Yorğunam konkret. Yuxarı baxsam dağ kültürəsidir. Parmaq bilmir. Aşağıda baxsam sıldırım qayalardır, çaydır. Yəni çox maraqlı yerlərdir. Super əhval-ruhiyyə. Hələ ki tura davam edirik. Görək necə olacaq. Uğurlar. Təşkilatı başladığım üçün çox gözəl keçir. Xanagaha gəldiyimiz üçün bu təşkilatçının başçısında Mehman mən təşəkkür edirəm. Çox gözəl keçir. Həmişə belə gezməyə olur. Azad Könüllülər Klubu həmişə adət olaraq yenə də Qubanın mədəni gezməli yerlərini təbliğ etməkdə və oralara sahib etməkdə davam edir. Bu yerlərdən biri də Qubanın Xanagah kəndidir. Buralar çox olduqca səfalı yerlərdir və belə ki, burada deməyimin də əsası qoyur ki, biz bir il bundan qabaq bu yerlərə səfərləmişdik, bu yerlərə gezməyə gəlmişdik və buranın necə deyirsin, təbiəti bizə yerini üzünə cəzbləmişdir. Və bu təşkilatçılığa görə Qolbun rəhbəri Mehman Məmmədova və bizim dəvətimizi nəzərə alıb Bakıdan bizdə qonaq gələn Nurlan müəllimə bu təşəkkürümü bildirirəm. Arzu edirəm ki, yəni bu təşkilat uzun ömürlü olsun və bu təşkilatın sayəsində Respublikamızın bir çox yerlərinə gezintiləri çıxar. Sağ olun. 23 iyun bu günlər biz Qubanın Xanagah kəndindəyik. Azad Könüllülər Klubunun təşkilatçılığı ilə başqa Məmmədov Mehmanın təşkilatçılığı ilə, dəstəyi ilə uşaqlar yığılışıb gəldik Qubanın Xanagah kəndinə. Bu günlər buradayıq, tur davam edir. Çox super təəssüratlar alındı, çox gözəl gün alındı. Yəni, yadda qalan günlərdən biri oldu. Buna görə Azad Könüllülər Klubuna, klubunun üzvlərinə və həmin klubun rəhbəri Məmmədov Mehmana təşəkkür edirəm. Hər şey super. Bugün Azad Könüllülər Klubunun təşkilatçılığı ilə biz Quba rayonu Xanagah kəndindəyik. Hansı ki, həmin kəndə biz keçən illərdə uşaqlarla bura tur təşkil etmişdik və xoş istirahətlər yaşamışdıq. Bu illərdə bu həmin turun təkrar olunmasında, yəni Xanagah kəndinə gəlməyimizdə əsas səbəbkarı deyərdim ki, Nurlan dostumuzdur. Onun təklifi ilə biz dəyərləndirdik və bu turu reallaşdırdıq. Bir daha bütün klub üzvlərinə, başda da Nurlan dostumuz olmaqla hər birinə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm.